Kimyəvi reaksiyanın sürətinə aid olan bu 4-cü test tapşırığı əksər vaxtlar 1-ci və 4-cü qrupların qəbul imtahanlarına düşür. Belə ki, bizə verilmişdir NO+O2 NO2 reaksiyasının NO-ya görə sürəti 0,8 mol litr bölü dəqiqədir. Həcmi 1 litr olan qabda 12 mol NO və 10 mol O2 arasında baş verən reaksiya. Neçə dəqiqədən sonra ilkin maddələrin qatılığı eyni olar? Deməli, analiz elə bizə 0,8 verdiyi nədir? NO-nun həm sürətidir və yaxud da 1 dəqiqə ərzində NO-nun sərf olunan qatılığıdır. NO nə qədər sərf olunub? 0,8. Bəs O2 nə qədər sərf olunmuşdur? Yəni NO görür ki, 2 mola nəzərən 0,8-dirsə, onda O2 1 mola nəzərən ondan 2 dəfə az olacaqdır. 0,4. 0,4 oldu. Deməli, bu 0,8 0,4. Bəs NO-nun başlanğıc qatılığı neçə mol vermişdir? 12 mol verilib. 12-nin başlanğıc qatılığı isə 10 moldur. 10 mol. Bəs indi başlanğıc qatılığı 12 və bunun 1 dəqiqə ərzində 0,8 deməli sərf olunmuşdur. 0,8 sərf olunub. İndi bizə müəyyən dəqiqə ərzində dediyinə görə biz bunu 0,8x götürürük və 0,4x də götürərik eynən oksigenin sərf olunmasına. İndi başlanğıc qatılığı 12-dir NO-nun, sərf olunması 0,8x-dir. Buradan taracı qatılığı necə taparıq? Başlanğıcdan sərf olunanı çıxarıq. Başlanğıc deməli 12 çıxılsın 0,8x. Sonra O2-nin bəs qatılığı deməli 0,4, başlanğıc qatılığı 10, sərf olunanı isə 0,4x. Yəni dəqiqəsi biz 5 dəqiqəni bilmirik axı nə qədərdir. Ona görə biz 1 dəqiqəni 0,4x ilə götürdük. 10 çıxılsın 0,4x olacaq. Sonra bizə deyir ki, neçə dəqiqədən sonra ilkin maddələrin qatılığı eyni olur. Dəqiqələrimiz buradadır. Bu x-i biz tapmaq üçün bunların qatılıqlarını, taracı qatılıqlarını bərabər edirik. Çünki deyir ki, neçə dəqiqədən sonra bərabər olur. Həmin o dəqiqəni də üzə çıxartmaq üçün bunları bərabər etdik. 12-dən çıxarıq 10 qalar 2. 0,8x keçər sağ tərəfə müsbət olar. Çıxarıq 0,4-dən elə 0,4x. Burada 20 bərabərdir 4x-ə, hər tərəfə 10-a vurdum və x bərabərdir neçəyə? 5-ə. 5 nəyə? Dəqiqə. 5 dəqiqədən sonra bunların qatılıqları bərabər olarmış. Bəli.